sonra hibridləşmə olur. Ümumiyyətlə elementlər nəyə görə heyecanlanır? Heyecanlanma halına keçirlər. Məsələn, deyəlim ki, kimyadan sual-cavab olunacaqsınız da. Bir var ki, kimyadan bilməyən, kimyadan heç bir anlayışı olmayan biri sizi sual-cavab eləyəcək. O qədər heyecanlanmayacaqsınız da, düzdür, sadə şəkildə gedəcəksiniz, sən sual-cavabda iştirak edəcəksiniz. Bir də var ki, bilirsiniz ki, kimyadan çox yaxşı bilən, yəni kimya müəlliməsi sizi sual-cavab edəcək. Siz heyecanlanacaqsınız və özünüzün maksimalını ortaya qoyacaqsınız da, ən yaxşı forma, ən yaxşı şəkildə, maksimal şəkildə cavab verməyə çalışacaqsınız. Heyecanlananı da elədir. Elementlər maksimumunu ortaya qoymağa çalışırlar və heyecanlananlar daha çox validlik göstərirlər, maksimumunu göstərirlər. Hibridləşmə vəziyyəti isə daha dayanıqlı hal yaradır. Həqiqi reaksiya gedən zamanı element heyecanlanır və həmin o müxtəlif formalı orbitallar eyni formalı orbitala hibrid vəziyyətə keçir, daha dayanıqlı vəziyyətə gəlirlər. Gəlin indi baxaq sp2, sp3 hibridləşmə vəziyyəti necə olur? Məsələn, baxaq.